Riyaziyyatın ən vacib mövzularından biridir. Yəni sən adi kəsirlər mövzusunu, istər qarışıq kəsir, istər adi kəsirlər mövzusunu bilməsən, riyaziyyatda bütün qaydaları, bütün düsturları, hər şeyi əzbərləyir. Heç nə mənim səhvimizdirsən, daim nəziyyət çəkəcəksən. Bu hesablama hardan gəldi, 55-i hardan tapdı, 8-i nə təhvil öldü, nə elədi, əziyyət çəkəcəksiniz. Ona görə kəsirlər mövzusunu mükəmməl bilməliyik ki, ondan sonra riyaziyyata başlamalıyıq, əlbəttə, natural ədələr mövzusunu. Dünənləri biz toplamanı çıxmanı keçdik. İstər adi kəsirlər olsun, istər qarışıq kəsirlər mövzusu olsun, istərsə də onları kəsirlər. Toplamanı çıxmanı keçdik. İndi isə vurmalar bölməni keçirik. Ən bəsit şəkildə birinci, məsələn, 5-də 2 vurulsun, tutaq ki, 14-də 15. Kəsir kəsirə necə vurur? Uşaqlar, yeni kəsir xətti çəkənə, surətə vurulur, məxrəc məxrəcə vurulur. 5 vurulsun, 14. Burada vurmağa tələsməyin. 5, 14, 16, 77. Tələsməyin. 2 vurulsun, 15. Sonra baxıram ixtisara. Əgər ixtisarım varsa, ixtisar aparırım. Nəyinə nə ixtisar aparırım? 5 ilə 15. Nəyə ixtisar aparırım? 5. Baxın, uşaqlar, məsələn, olub, yaşanmışlardan deyirəm. Uşaqlar, tutaq ki, mən 5-i 5-ə böldüm, 1, 15-i nə bilim 3-ə böldüm, 5. Olmaz. İxtisar aparmaq, surəti də, məxləzdə, eynədə də bölmək deməkdir. 15 ilə 5-i 5-ə ixtisar apardım. Burada 1 qaldı, burada neçə qaldı? 3 qaldı. 2 ilə 14-ü nə ixtisar aparıram? 7-yə nətər ixtisar aparırsa? 2-yə apara bax, nəyə bölürsənsə, ixtisar həmin ədədə aparmaq deməkdir. Siz alınan nəticəni deyirsiniz, 7-yə. 7 qalır orada. 7 ixtisar aparmırsınız. 2 7-yə bölürsünüz. 2 ilə 14-ü 2 ixtisar aparır. Burada 1, burada isə 7 qalacaq. Yekun cavabı 1 vurulsun 7. 7, 1 vurulsun 3, 3. Uşaqlar, belə xırda getmək artıq 5-ci, 6-cı sinif uşağı üçündür. Siz birbaşa aparmalısınız. 5-də 2 vurulsun 14-də 15. Əməlin 5 ilə 15-i apardım 5-ə. Burada 1. Burada neçə? 3. 2 ilə 14-ü ixtisar apardım. Nəyə? 2-yə. Burada 1, 7. Yekun cavabım 1 vur 7. 7, 1 vur 3, 3. Bu ən bəstinləndir. Yəni, adi kəsirə vurulması idi. İndi isə baxaq. Başqa bir kəsirə, qarışıq ədədlərin vurulması. Məsələn, 2 tam, neçə olsun? 3-də 1. Vurulsun, tutaq ki. 4 tam, 7-də 3. Gəl bunu bıraq. Bərabərdir. Qarışıq kəsirə vuran zaman, yəni qarışıq ədədə vuran zaman, birinci işimiz, hər bir kəsir düzgün olmayan kəsirə çevirməkdir. Sonra isə bildiyimiz şablon qaydalarına getməliyik. Necə çevirir düzgün olmayan kəsir? Aha, olur necə? 7. Vurulsun? 7-də 30. Bərabərdir. Nə olacaq indi burada? 31. 7-dən 7 nəyə ixtisar edir? 31 olur. 31 olur, 28 olur, 2 edir o zaman. Nəyə ixtisar aparıram 7-dən? 7-nin özünə. 7-ni 7-yə böləndə, Nurad? 1. 7-ni 7-yə böləndə 1. Bax, ixtisar hər ikisi düşünürəm. Nəyə götürür? Hansı ədədlər götürür, eyni bir şeyə bölədir? 7-dən 7-yə 7-yə gözəl. Sonra 3-lə də 30. 3-ə ixtisar etdi. Nə qaldı? 1. Nə qaldı? 10. Bərabərdir. 1 vurulsun 10. 1 vurulsun 1. 10-da 1-ə böləndə 10. 1-də 10 necə kəsildi növünə görə? Düzgün olmayan kəsildi. Sonra, biri adi kəsir olsun, biri isə olsun qarışıq kəsir. Məsələn, 5 tam, 6-da 2 olmasın, ixtisar apara biləcəyimiz bir şey olsun. 5 tam, 6-da 5 vurulsun, tutaq ki. 7-də 3 bərabərdir. Nə eləməliyəm? Düzgün olmayan kəsirə çevirirəm. 6, 35. Vurulsun 7-də 3. Burada işim yoxdur.
7 ilə 35-i tutarsan. Nəyə? 7. 7 yapardıq. 5 qalır o. 5. Burada nə qaldı? 1. 3 aparır. 1, 2. Yekun. 2 də 5. Buna çevir 1 tam 2'de 2 tam 2'de 1. 2 tam 2-dədir. Yəni Onluq kəsrə çevirsək 2 tam 2 tam Onda 5. onda 5-ə bərabərdir. Bəs bu belə. Uşaqlar, indi ədədin istər ali kəsrə, istərsə qarşı kəsrə vurulmasınadır. Sənə hər hansı bir ədəd verəcək. Məsələn, 15 vurulsun 2 tam tutaq ki, 5-də 1 bərabərdir. Neyniyəcək? Birinci düzgün. Əziyyət çəkirsən, sənə qaranlıq qalır, 15-i belə yaza bilərsən. 15-i belə vuranda neçə edir? 15. O məsləhət görmürəm, yenirsən, sən körpə uşaq deyilsən. 15 vurulsun. Neçə? 5. 5-də 11. Bərabərdir. Nə olacaq? Bax, ədəd kəsrə vurulanda, kəsrin surətindəki ədədə vurulur, məxrəzindəki ədədə bölünür. İxtisar varsa ixtisar aparıram bu başdan, rahat olsun hesab olun. Kiçik ədədlərdən işləyir. 15 ilə 5 getdi nə? 5. 1, burada 2, 3 vurulmuyor. Bilirik ki, A vurulsun B, elə nə deməkdir? B vurulsun A. Vurulların yeri dəyişəndə hasil dəyişməz. Yəni 5 vurulsun 2 tam 5-də 1, elə sən 2 tam 5-də 1 vurulsun 15 daha vurulsun. Vurulsun 15 yaza bilərsən. Sorun yoxdur. Nəticə olaraq eyni şey edəcəksən. Bu belə. İndi isə kəsirlərin bölünməsinə baxaq. Məsələn, yazır 7-də 5 bölünsün. Tutaq ki, 14-də 15 bərabər. Bəli, bölən tərsinə çevrilir, bölünən isə olduğu. Yəni, orada desək, kəsirə bölən zaman birinci kəsir olduğu kimi qalacaq, ikinci kəsir isə tərsinə çevrilir. Yəni, 7-də 5-ə toxunmuram, ikinci kəsir sürətlərdə çevrilir. Olur 15-də 15 ixtisarlar 1 bu belə. Sonra, məsələn, bizə deyib qarşı kəsirlər bölgülü bilməm. Nazım. Yazır 2 tam 6-da 5 bölünsün, tutaq ki 3 tam 5-də 2 neyniyəcəm? Tərsinə çevirəcəm, neyniyəcəm? Həl onu salıram arxa plana. Birinci işim nədir? İstər vurma olsun kəsirlərdə, qarşı kəsirlərdə, istər bölüm olsun. Birinci işimiz düzgün olmayan kəsirə çevirməkdir. Çevirəm düzgün olmayan kəsirə, hər bir kəsirə. Sonraki mərhələlərə baxarım. Nə olacaq? 6-da 17 bölünsün 5-də 17. Neynirəm sonra? Artıq bildiyim şeydir. 6-da 17 vurulsun 5-də 17-də 5. 17'ler. 17'nin özüne ihtisar etti halde. Kaldı 1, 1. 1, 5'in 5, 6, 1'in 6. 6'da 5 oldu. Vesselam. Bu belə. İndi. Nihayət. Adi kəsirin və yaxud da ki, qarşı kəsir ədədə bölünməsinə baxaq. Sonra isə ədədin adi kəsirə bölünməsinə baxaq və yaxud da ki, qarşı kəsirə bölünməsinə. Məsələn, elə 2 tam 6'da 5 bölünsün 17. Neyin yazar? Düzgün olmayan kəsir varsa hələ heç nə fikirləşməm. Qarşı kəsir gördümsə hələ heç nə fikirləşməm. Birinci məqsədim nədir? Bunu düzgün olmayan kəsir. 6-da 17-dir. 17-nin tərsi nədir? 17 bölünsün 1 demək. Yəni 1-də 17 demək. Tərsi nə olur? 1-də 17-nin tərsi nədir? 17 bərabərdir. 7. 6 nə? 6. İndi ədədin məsələn 21 bölünsün 3 tam 2-də 1. Neynərəm? 21'ə toxunmuram. Bölünsün
Nə? 2'de 7. Sonra nə olacaq? 21 olsun. 20 olur. Kim qalır? Olsun. 2 ilə 7 20. Olur mu? 7. Və uşaqlar çox vaxt müşahidə eləmişəm. Yer dəyişmə eləyəndə elə bunu bölmə saxlayır, bunu bölmə saxlayır. Olmaz, artıq sən yer dəyişmə etdinsə, işarə dəyişir nəyə? Vurmaya. Bərabərdir. 7 ilə 21-nə sırf 7-nin özünə. 1, 2-nin 6. İndi sualın bu nələrə verəcəm, hər kəs lövhədə çıxıb bir-bir yazsın.